Fərəc bəy, hər vaxtınız xeyir olsun. Maraqlı bir məsələdir. Britaniyada İcmalar Palatasında erməni irsinin məhv edilməsi ilə bağlı iddialar müzakirə olunub. Təbii ki, güya erməni irsinin məhv edilməsindən söhbət gedir. Maraqlıdır, Britaniyada Azərbaycan əleyhinə maraqlı olan qüvvələr kimlərdir və kimlər var orada ki, bu məsələni gündəmə gətirirlər və xüsusən də haqsız olaraq gündəmə gətirirlər. Erməni irsinin məhv edilməsi deyilən bir şey yoxdur əslində. Əslində burada təəssüflü bir şey yoxdur. Yəni Lordlar Palatası və İcmalar Palatasının 700 günün təşəbbüsü ilə olan bir məsələdir. Hər bir ölkədə Azərbaycanı sevməyənlər ola bilər. Amma bütövlükdə Böyük Britaniyanın siyasəti Azərbaycanın dostluq siyasətidir. Və 44 günün müharibə vaxtında da Azərbaycana qarşı bilirsiniz ki, Təhlükəsizlik Şurasında məsələ qaldırmaq istəyəndə Böyük Britaniya veto hüququndan istifadə elədi və bunu dayandırdı. Və ondan sonraki vaxtlarda, ondan əvvəlki vaxtlarda da dostluğunu, sədaqətini nümayiş elətdiribdir. Amma buna baxmayaraq, Azərbaycan tərəfi də, təbii ki, siz o fikrinizin müqəddimə hissəsində toxundunuz. Azərbaycan parlamentariləri dostluq qruplarında fəal olmalıdırlar və müraciətlər göndərməlidirlər. Baxmayaraq ki, Azərbaycan-Ermənistan arasında sülhə doğru addımlar atılır və müqavilə hazırlanır. Biz keçmişdə baş verənləri kənara qoya bilmərik. Göründüyü qədər hər addımda ermənilər və onların yancıları istənilən tutaqadan bizə qarşı istifadə edəcəkdirlər. Məsələn, bizim partiya dünənləri bir bəyanat yaydı Xocalığından bağlı. Bütün səfirliklərə və beynəlxalq təşkilatlara biz ingilis dilində bu həqiqətləri göndərdik. Cənab Prezident də Xocalıda kompleksin açılışında, abidənin açılışında da yenə də Ermənistanı qınadı. Biz sülhə gedirik deyən bu iddialarımızdan geri çəkilməli deyilik. Gördüyünüz kimi Böyük Britaniyadakı lordlar da orada təzminat məsələsi hətta qaldırırlar. Ona görə mən hesab edirəm ki, Azərbaycan tərəfi bu danışıqların getdiyi vaxtda da özünün maksimalist tələblərindən geri durmamalıdırlar. Yəni Azərbaycan tərəfi təzminat davasından geri çəkilməməlidir. Azərbaycana qarşı törədilmiş bütün hadisələri yenə də ardıcıl olaraq dünya ictimaiyyətinə çatdırmalıdır. Heydər Əliyev Fondu və Leyla xanımın Xocalı soyqırımını tanıtmaqla bağlı çox böyük bir fəaliyyəti vardı. Məncə bu fəaliyyətə dəstək də olmalıdır və biz bu məsələləri dünya ictimaiyyətinə çatdırmalıyıq. Belə olmazsa, istənilən bir dövlətdə belə kiçik qruplar tapılacaqdır və ictimai rəy çaşdırmağa çalışacaqdır. Biz indi qalib gəlmişik deyən bu məsələlərdə sakitcə yerimizdə durmalı deyilik. Yenə deyirəm, baxmayaraq ki, Azərbaycan və Ermənistan tərəfi sülhə doğru addımlar atır, amma bizim küflü şəkildə qırmızı xətlərimiz var. Hesab edirəm ki, biz hələlik erməni əlində olan 4 kəndimizin geri qaytarılması, təzminat davası, soyqırımda, Xocalı soyqırımda xüsusən iştirak edənlərin geri alınması, yəni daha doğrusu Azərbaycan tərəfindən verilməsi tələb eləməliyik. Mən 2013-cü ildə prezident seçkilərində bir fikir demişdim ki, məncə Xocalı və 20 yanvar soyqırımları törədən adamlar infaz olunmalıdır və bununla bağlı sərəncamlar olmalıdır. Deməli, bu öz yerində təbii ki, çox vacib məsələləri vurğuladınız, amma regiondakı vəziyyətlə bağlı da istəyərdim danışaq, nə qədər ki 3-4 dəqiqə vaxtımız qalıb. Çünki Rusiya-Ermənistan münasibətlərindəki gərginlik artan xətt üzrə inkişaf edir. Məsələn, Paşinyanın bir təklifi var, deyir, dəmir yolları həm İrəvana, həm də Moskvaya yaxın 3-cü ölkəyə verilməlidir. Bu dəmir yolları Rusiyanın əlindən alınmalıdır. Artıq neçə müddətdir ki, proses davam edir. Sualın birinci hissəsi hansı ölkəyə verilə bilər? İkincisi, Rusiya bununla da bölgədə bütün o təsir gücündən məhrum olurmu? Əlbəttə, bütün gücündən məhrum olmur, amma bu ciddi rıçaqlardan biridir və Ermənistan tərəfi çalışır ki, Rusiyadan bu məsələlərdə, bu dövrdə açılmış pəncərədə istifadə eləsin. Erməni atıqlarından birisi də demişdi ki, bu elə deyəsən dünən danışmışdı ki, əgər Ukraynada Rusiya qalib gəlsəydi, indi Rusiyalılar oturub Ermənistanda və Rusiyapərəst liderləri siqaret almağa göndərirdilər. Sadəcə olaraq elə bir şərait yaranıbdır ki, Ermənistan artıq özünün gerçək müstəqilliyini əldə edə bilər. O gerçək müstəqillikdən biri də özünün əmlakçıya sahib çıxmaqla bağlıdır. Əslində mən sizə bir şey deyim, bu məsələdə Azərbaycan biraz fərqli davranmalıdır və mən xatırlayıram ki, dəmir yolları SSR dönəmində işləyəndə Mehridə belə biletlər satılanda Azərbaycan dəmir yollarının biletləri satılır. Bu dəmir yolları bizə aiddir, bu bir.
İkinci bir tərəfdən də 29-cu ildə Zəngəzur qəzası ermənilərə verildi və 69-cu ildə təsdiq olunub ermənilərə verilməsi. Biz bu məsələnin üstündə möhkəm dayanmalıyıq. Amma indi Orta Dozada Paşinyanın verdiyi təklifi də müdafiə eləməli ki, bəli, Rusiyanın əlindən çıxaraq üçüncü dövlətin verilməsi də xeyr olar. Rusiya bunu alıb mənfəət vermək üçün ermənilərə və ya da özünün mənfəət götürməsi üçün yox, siyasi rıçaq kimi yenə də Azərbaycana və Ermənistana təsir eləmək məqamını axtarır. Orada üçüncü dövlət adlandıranda Paşinyan daha çox ərəb dövlətlərinin adlarını çəkirlər. Amma mən hesab edirəm ki, məsələn, Türkiyənin orada bu məsələdə gündəmə gətirilməsi daha doğru olar. Çünki həm güclü bir dövlətdir, həm region dövlətidir, həm işlətmələrdə maraqlıdır, özünün də qazancı ola bilər. Ona görə bu məsələdə Rusiya məncə təkid eləyəcəkdir, israr eləyəcəkdir. Amma ermənilərin bugünkü duruşu normal durumdur və hesab edirəm ki, bəli, Rusiya bu dəmir yolunun verilməsi işləri pozmağa xidmət eləməsi ola bilər. Rusiyanın müqaviməti olacaq çox güman ki, biz irəliləyən aylarda mı, həftələrdə mi bunu müşahidə edəcəyik. Xüsusən də Ermənistanda seçkiyə yaxın bir dönəmdən söhbət gedir. Sadəcə əlində hansı variantların, hansı alətlərin qaldığını sizdən soruşmaq istəyirik. Çox güman ki, bu barədə düşünmüsünüz. Bütün alətləri amma hamısı da zəifləmiş şəkildə qalır. Mən dünən ermənilərə baxırdım saytlarına da, baxdım özlərində müəyyən bəyanatları vardı. Artıq sərhədlərdə demək olar ki, bütövlükdə Ermənistan Milli Təhlükəsizlik Nazirliyi sərhədləri götürübdür və Ruslar artıq erməni sərhədlərində yoxdular. Və Gümrüdəki bazalarına bağlı əvvəl çıxmaqların ciddi şəkildə israrla təkid edirlərsə, indi ermənilər deyirlər ki, onların çıxmasını biz bu günləri təkid eləmirik. Çünki alternativlərini qura bilibdilər. Bir vaxt Avropa İttifaqı dövlətlərindən və Amerikadan gələn təlimçilər göründüyü qədər bu Gümrüdə olan hərbiçilərin ayaqlanması olarsa qarşılanmaq üçün kifayət qədər hazırlıdırlar. Kilsə də yerində otuzdurulubdur və hesab edirəm bu amildardan qalxıbdır. İndi ortada sadəcə olaraq o müxalif partiyaların birliyi qalıbdır ki, onların da elektoratının ciddi şəkildə Paşinyanın müqavimət göstərmə ehtimalı azdır Ruspərəslərin. Çünki Ermənistan hakimiyyəti açıq bir şüar qoyubdur ki, əgər bizə səs verəcəksinizsə, sürə səs verəcəksiniz, yox, Sarkisiyana, Köçəryana, o bandanın ətrafında olanlara səs verəcəksinizsə, müharibə səs verəcəksiniz. Ermənistan tərəfi istəsə də istəməsə də səs vermək məcburiyyətindədir. Hətta 44 günlük müharibədən sonra belə məğlub olmuş bir Paşinyanın partiyası səs verdilər. Niyə? Çünki Paşinyanın qara qaşlarına vurğun deyildilər. Onlar başa düşürdülər ki, əgər müharibə davam edəsə, qalan ermənilərin də sağ qalma ehtimalı sıfırın altındadır. O mənada Rusiyanın bugün əlində olan alətlərdən ciddi şəkildə Paşinyana təsir edə biləcəyini mən düşünmürəm. Alətlər qalıb demişik. Fərəc bəy, çox sağ olun, çox təşəkkür edirik. Fərəc Quliyev, siyasi şərhçi birbaşa bağlantıdaydı. Bu arada